yaranmış təşkilat olaraq ilk dəfədir ki, biz QHT-lərin əməkdaşlıq forumunda iştirak edirdik. Bu forumdan mən çox faydalandım. Həm yeni tanışlıqlar üçün vəsilə oldu, həm dövlət qurumları ilə, həm QHT Agentliyinin rəhbər şəxsləri ilə, həm də xarici qonaqlarla görüşdən motivasiya aldım. Bu bizim üçün həm də bir təcrübə oldu. Suverenlik və konstitusiya ili çərçivəsində və Zəfər bayramımızın, Zəfər qələbəmizin 5 illiyi ərəfəsində belə bir tədbirin, forumun keçirilməsi çox əhəmiyyətlidir. Belə ki, bu həm bizim QHT Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəkləri Agentliyinin təşkilatçılığı ilə bizim Qarabağ bölgəsinə səfərimiz oldu. Bu həm Qarabağda bərpa işlərinə töhfə oldu, həm bizim vətəndaş cəmiyyəti üzvlərinin bölgələrə səfəri, bölgələrin seçilməsində fəal iştirakına töhfə oldu. Həm də mən bu forum vasitəsilə bildim ki, bundan belə vətəndaş cəmiyyəti üzvləri təkcə sosial layihələrin həyata keçirilməsi ilə kifayətlənməməlidir. Onlar hər zaman dövlətlə bərabər milli mədəni irsimizin qorunmasında öz dəstəklərini əsirgəməməlidirlər. Çünki panel müzakirələrdə mən çox əhəmiyyətli məsələlər müzakirə olundu. Onların da biri milli mədəni tariximizin qorunması idi, gələcək nəsillərə çatdırılması idi. Biz bu məsələdə hər zaman dövlətimizin yanında olub sosial layihələrlə kifayətlənməməliyik. Bir daha təşkilatçılara təşəkkür edirəm.